Bu gecə UEFA Çempionlar Liqasında Azərbaycan təmsilçisi Qarabağ üçün çox ağır və gərgin qarşılaşma yaşandı. Ağdam təmsilçisi səfərdə İtaliyanın nəhəng klubu Napolinin qanağı oldu və təəssüf ki, Neapol səfəri istənilən nəticə ilə tamamlanmadı. Oyunun ilk dəqiqələrindən etibarən meydan sahibləri yüksək pressing, sürətli ötürmələr və kəskin hücumlarla Qarabağın müdafiəsinə təzyiq göstərməyə başladı. Buna baxmayaraq, Qurban Qurbanovun komandası ilk hissədə yaxşı müqavimət göstərdi, mövqeləri itirmədi və bir neçə dəfə əks hücumla təhlükə yaratmağa çalışdı. Lakin maçın gedişində meydan sahiblərinin hücumlarının qarşısını almaq mümkün olmadı. Napoli birinci qolu tapdıqdan sonra ritmini daha da artırdı və Qarabağın müdafiəsi daha da yükləndi. Ağdam təmsilçisi oyunun müəyyən epizodlarında hesabı bərabərləşdirmək üçün şanslar qazansa da son zərbələr dəqiq alınmadı. İkinci hissənin ortalarında isə Neapol təmsilçisi üstünlüyünü möhkəmləndirərək fərqi artırdı və artıq Qarabağ üçün qayıdış imkanları minimuma endi. Son dəqiqələrdə Qurbanovun yetirmələri fəal oynasa da hesabı dəyişmək mümkün olmadı. Bu məğlubiyyət turnir cədvəlində vəziyyəti çətinləşdirir, lakin hələ heç nə bitmiş deyil. Qarabağın qarşıda hələ oyunları var və komandanın sonadək mübarizə aparacağı dəqiqdir. Bu məğlubiyyətə baxmayaraq futbolçuların əzli və iradəsi azərkeşlər tərəfindən yüksək qiymətləndirildi. Sizcə Qarabağ növbəti oyunda geri dönüş edə biləcəkmi? Kanala abunə olun, videonu bəyənin və ən son idman xəbərlərindən ilk siz xəbərdar olun.